Abşeron rayonunda iki qardaş arasında yaranan mübahisə cinayətlər nəticələnib. Hadisə bu ilin martın 10-da Xırdalan şəhərində baş verib. Gəncə şəhər sakini 1993-cü il təvəllüdlü Namiq həmin gün saat 21 radələrində yaşadığı evdə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olarkən onunla həmin ünvanda yaşayan qardaşı Zaurun onu işləmədiyinə görə irad bildirməsindən əsəbləşib. Həmin səbəbdən aralarında ailə münaqişəsi zəminində yaranan narazılıq üstündə mübahisə edib. Həmin mübahisə əsnasında Namiq həmin ünvanda Zaurun üzərinə hücum edərək qəsdən əl yumruq zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə vurub. Hadisəni törədən Namiqin barəsində Cinayət Məcəlləsinin 127.1-ci zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, onun barəsində şikayət edən Zaur doğma qardaşıdır. Zaurla eyni evdə, yəni Xırdalan şəhəri Quşçuluq massivində birlikdə yaşayırıq. Qardaşımla aramızda maddi sıxıntılarla bağlı arada sözlər və mübahisələrimiz olur. Martın 10-da saat 21 radələrində Zaurla birlikdə yaşadığımız evdə olarkən mənə işləməməyimə görə öz iradını bildirdi. Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbləşərək qardaşımın üzərinə gedərək əl və yumruq zərbələri ilə onun sifət, göz və qollarına vuraraq onu döydüm. Bundan sonra mübahisəmiz sona çatdı. Mən öz yatağım otağa getdim. Sonra bildim ki, qardaşım barəmdə polisə şikayət edib deyə o ifadəsində göstərib. Bu cinayət işinə Abşeron rayon məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərər çəkmişlə barışıb. Həmçinin zərər çəkən qardaşını bağışladığını, ona qarşı şikayətini geri götürdüyü məlum olub. Bununla bağlı məhkəməyə sənəd də təqdim ediblər. Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib, o cinayət məsuliyyətindən azad edilib. Bundan başqa Abşeron rayonunda ər-arvad arasında yaranan mübahisə dava ilə nəticələnib. Hadisə bu ilin fevralın 28-də baş verib. 1976-cı il təvəllüdlü Əmir həmin gün saat 13 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evdə arvadı Günəşin fəaliyyət qabiliyyəti olmayan birinci qrup uşaqlıqdan əlil olan bacısı Nərminə olan davranışından narazı qalıb. Bununla bağlı arvadına irad bildirərkən həmin səbəbdən tərəflər arasında ailə məişət zəminində mübahisə yaranıb. Narazılıqla əlaqədar mübahisə etdikdə həmin mübahisə əsnasında əsəbləşib və arvadının üzərinə hücum edib. Əvvəlcə qəsdən əlləri ilə onun saçından tutub dartmaqla və qolundan vurmaqla yerə yıxıb. Daha sonra arvadını döşəmədə sürükləyib, ardınca əl və yumruq zərbələri ilə başından vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisəni törədən Əmirin barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, 1978-ci il təvəllüdlü birinci qrup əlil, fiziki və psixi qüsurlu, həmçinin görmə qabiliyyəti zəif olan Nərmin onun doğma bacısıdır. Bacım anadan gəlmə əlildir. Bizimlə birlikdə yaşayır. Mən Günəş ilə 2012-ci ildə ailə həyatı qurmuşam. Birgə nikahdan 3 övladım var. Ailə qurarkən Günəşə mənim fiziki və psixi qüsurlu bacım olduğunu, həmin bacımın da bizimlə birlikdə yaşayacağını bildirmişəm. Günəş də buna razı olub. Son vaxtlar aramızda ailə daxili mübahisələr baş verir. Bunun da səbəbi Günəşin
bacım ilə yola getməməsi, onun evdə qalmasını istəməməsidir. Mən də buna görə Günəşə dəfələrlə irad bil tutmuşam deyə o ifadəsində göstərib. Əmir qeyd edib ki, sonuncu dəfə fevralın 28-də saat 13 radələrində bacısı Nərmini duş alması üçün hamama aparıb, sonra isə özü övladını məktəbə aparıb. Bir müddət sonra evə geri qayıtdıqda bacımın paltarsız şəkildə evin dəhlizində olduğunu gördüm. Nə üçün belə qaldığını soruşdum. Bacım Nərminin qazı bağladığını və soyuq suda duş ala bilmədiyini dedi. Günəşin bu sözündən sonra üzərinə hücum edərək yalan söylədiyini bildirdi. Mən də həmin vaxt əsəbləşərək əllərim ilə Günəşin saç və sağ qolundan tutaraq vurdum. Həmin vaxt Günəş yerə yıxıldı. Yerdə əl zərbələri ilə onun başından bir neçə dəfə vuraraq onu döydüm. Mübahisəmiz başa çatdı. Bundan sonra Günəş Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdi deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Bu cinayət işinə Abşeron rayon məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərər çəkmişlə barışıb, həmçinin zərər çəkənin ərini bağışladığını, ona qarşı şikayətini geri götürdüyü məlum olub. Bununla bağlı məhkəməyə sənəd də təqdim ediblər. Bu səbəbdən təqsirlənən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib, o cinayət məsuliyyətindən azad edilib.